bizim millət biraz özlərini daha çox tez yaşlanmış hesab edirlər. 50 yaşında bir adam deyir, artıq mən ömrümü yaşamışam, bundan sonra ilə biraz ağrılarım kəssə bəsdir, belə bir şəkildə danışırlar bizdə. Biz də deyirik ki, axım, sizin 50 yaşınız var, 50 yaş niyə çox yaş olsun ki, nə yaşdır ki? Adamın bir şikayət var, mənim dizim ağrıyır. Nə edirsən elə, sağalt dizimi, amma dizim ağrımasın bir də. Və orada müayinə etdiyin zaman görürsən ki, bunlar daha çox artroz, yəni el dili ilə duzlaşma daha çox görürük. Bugünkü gün bunlar qidalarımızla da əlaqədardır, iş həyat tərzimizlə də əlaqədardır. Hərəkətsizliyimizdən də Hərəkətsizliyimiz çox önəmli faktordur. Bəzən həqiqətən oynaqda heç bir problem olmur. Sadə ətrafında olan bağ və əzələ zəifliyindən olan ağrılar var. Adi bir fizioterapiya ilə, yəni idman hərəkətləri ilə reabilitasiya etdikdən sonra o ağrılardan azad olan xəstələrimiz var. Və bu oynaq ağrılarında bizim toplum olaraq, insan olaraq biz ümumiyyətlə bir əməliyyatdan qorxan bir millətik. Heç kim öz yaxınını, əgər müalicəsi varsa, əməliyyat olmasını istəməz təbii ki. Çox düzgün də fikirləşirlər. Amma bəzən olur ki, həqiqətən başqa seçimimiz qalmır. Məsələn, 4-cü dərəcə əgər dizində bir artroz varsa və klinik şikayətlərin içərisində gecə ən azı yuxudan 2 dəfə oyadan ağrılar, 30 metrdən artıq piyada məsafə, yəni ağrısız gəzə bilməmə şikayətləri varsa, bu xəstələrin artıq əməliyyatdan başqa çıxış yolu yoxdur. Amma diz ağrılarını, istər bu çanaq olsun, istər çiyni olsun, istər topuq olsun, fərqi yoxdur. Hər hansı bir oynaq ağrıları vaxtında üstünə düşürsə və düzgün diaqnoz qoyulub müalicə getsə, gələcəkdə əməliyyatlıq da olmaz.